Müsahibin prezidentliyə namizəd Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğludur. Seçki qabağı durumu ədalətli adlandırmaq olarmı? Seçki təbliğatınızı necə aparırsınız? Resurslar baxımından bu seçkiləri azad, ədalətli, bərabər seçkilə hesab etmək olmaz. Çünki bilirsiniz, bu seçkilərdə çox qısa bir müddət vaxt ayrılıb təşviqat təbliğat mərhələsinə. Cəmsi 20 gün biz dövlətin, cəmiyyətin qarşısında duran çox ciddi problemlərlə bağlı öz platformamızı şərh eləməliyik. Azərbaycan pulsuz efir vaxtından çox cüzi vaxt alıb hər namizədə 2 gündən bir 6 dəqiqə vaxtdır. Eyni zamanda maliyyə resursları həddən artıq məhduddur. Biz ki, Azərbaycanda azad biznes yoxdur. Hakimiyyətin tam nəzarət altındadır biznes strukturları. Ona görə də iyanələr toplanmaq, seçki büdcəsini formalaşdırmaq olduqca çətindir. Eyni zamanda hakimiyyət bu seçkiyə qatılan partiyalar içərisində yalnız 2 qüvvə, Milli Şura və biz dövlət tərəfindən həm partiyalar maliyyələşmirik, digər bütün namizədlər demək olar ki, partiyalar dövlət tərəfindən maliyyələşir. Eyni zamanda prezident seçkilərində dövlət ayrımaları yoxdur. Deməli, biz həm də maliyyə resursları baxımından qeyri-bərabər vəziyyətdəyik. Ona görə də belə düşünürəm ki, bu seçkiləri konstitusiyada nəzərdə tutulmuş azad, bərabər, ədalətli seçkilər adlandırmaq olmaz. Bir çox beynəlxalq ekspertlər avtoritar, totalitar rejimlərdə müxalifətin məhz hakimiyyətin, iqtidarın hakimiyyətdə qalması üçün bir vasitə olduğunu qeyd edirlər. Azərbaycanda müxalifət kimdir? Əvvəl onu deyim ki, qloballaşmada hər hansı bir ayrıca götürülmüş hakimiyyətdə bir qüvvənin hakimiyyətdə qalması yalnız daxili güclərin işi deyil, həm də qlobal güclərin işidir. Biz Suriya nümunə götürək, bütün müxalifət təpədən dırnağa silahlanıb, amma Bəşir Əsəd beynəlxalq güclər tərəfindən müdafiə olunduğuna görə orada hələ də hakimiyyət dəyişilməsi baş vermir. Bu baxımından bizim kimi dinc bir mübarizə aparan qüvvələrin hakimiyyət dəyişilməsinə gücü çatmaması daha çox qlobal güclərin mövqeyindən də asılıdır. O ki, qaldı hakimiyyət dəyişilməsi məsələsində bizim izlədiyimiz siyasətin kənarda bu cürə dəyərləndirməsi. Əslində baxsan, Ərəb inqilabının əhatə etdiyi ölkələrin nümunəsi göstərir ki, totalitarizmdən demokratiya birbaşa keçid, vətəndaş müharibəsi və sosial kataklizmlərlə müşahidə olunur. Biz bunun əksinə fazalı demokratiya keçid siyasi xətti aparır. Bu isə kənardan hakimiyyətin hakimiyyətdə qalmasına xidmət etmək kimi görsənir. Bu çox yanlışdır. İlk baxışdan belə görsənsə də Azərbaycan müxalifəti tarixi məsuliyyəti dərk edərək dünyada gedən prosesləri nəzərə alıb bu siyasəti izləməyə məcburdur. Azərbaycan müstəqilliyini qazandıqdan sonra çoxsaylı prezident seçkiləri keçirildi. Ölkədə seçkilər hakimiyyəti dəyişmək üçün bəs edibdirmi? Müstəqillik əldə etdikdən sonra Azərbaycanda formalaşmış ictimai, siyasi və hüquqi rejim ölkədə hakimiyyətin seçkilər yoluna dəyişilməsinə imkan vermir. Yəni bir tərəfdən hakimiyyətin dinc ötürməsi mexanizmləri yoxdur, digər tərəfdən ictimai-siyasi vəziyyət elədir ki, burada hakimiyyətin dəyişdirilməsi üçün zəmin yoxdur və çox qısa bir müddət ərzində hakimiyyət dəyişilməsi daha ciddi sosial-siyasi problemlərlə meydana çıxa bilər. Ona görə də mən də düşünürəm ki, seçkilər hakimiyyətin dəyişilməsi üçün yetərli deyil. Xüsusən nəzərə alsaq ki, hakimiyyət dəyişilməsində müasir dünyada qlobal güclərin rəyi də çox vacibdir. Bu son 20 ildə demək olar ki, hakimiyyət dəyişilməsi üçün beynəlxalq rəy hakimiyyət dəyişilməsinin xeyrinə olmayıb. Bu da Azərbaycanda hakimiyyət dəyişilməsi seçki yolundan baş verməsinə imkan verməyib. Hazırki dövrdə ölkədə hakimiyyətin dəyişməsi üçün sosial sifariş varmı və yaxud beynəlxalq sifariş varmı? Əvvəl onu deyim ki, hakimiyyət dəyişilməsi üçün beynəlxalq sifariş bir mənalı deyil. Biz bu seçkilərdən xeyli qabaq Amerika Birləşmiş Ştatları, o cümlədən Avropa dövlətləri Azərbaycandakı status quo-nun dəyişdirilməsinin vacib olduğunu vurğulayırlar. Lakin Rusiya tərəfindən göstərilən təzyiqlər isə status quo-nun dəyişdirilməsinin əleyhinə olduğunu göstərir. Bu baxımdan bugünkü Azərbaycanda situasiyanın dəyişilməsinə demək olar ki, bir-birinə əks 2 beynəlxalq sifarişin olduğunu görürük. Bir, Rusiya və İran tərəfindən Azərbaycan indiyə qədər ən azı olduğu status saxlamalı ya da əksinə Avrasiya İttifaqına inteqrasiya eləməlidir. Digər tərəfdən Amerika və Avropanın sifarişini görürük ki, bu da Azərbaycanın böyük sürətlə Avropa ailəsinə inteqrasiyasını öngörür. Bu baxımdan bu qüvvələrin hansı güc gələcəyi təqdirdə Azərbaycan öz orientasiyasını müəyyən edəcək. O ki, qaldı daxili sifarişin olmasına təbii ki, Azərbaycanda narazı elektorat astronomik bir rəqəmlərə çatıb. Ölkə əhalisinin 90% narazıdır.
ölkədə siyasi hakimiyyətin yeniləşməsi həm də siyasətin öz təbiəti ilə bağlı. Bu da söhbət hakimiyyətin yaxşı, pis idarə etməsindən getmir. Konstitusiyon demokratiyaya görə hakimiyyətlər tez-tez dəyişilməlidir. Çünki nəsillər dəyişilir, dünyanın siması dəyişilir. Eyni bir gücün illərlə bir hakimiyyətdə qalmasının çox böyük sosial nəticə, ağır sosial nəticələri var. Azərbaycanda korrupsiyanın inkişafının əsas səbəblərindən biri bir gücün uzun müddət hakimiyyətdə qalmasıdır. Bu baxımdan mən elə hesab edirəm ki, hakimiyyət dəyişilmələri üçün daxili zəmin tamdır, beynəlxalq zəmin isə yarı-yarıyadır. Seçkilərdə ikinci tur olarsa da, Sərdar Cəlaloğlu kimi dəstəkləyə bilər? Milli Şuranın namizədini, yoxsa iqtidarın namizədini? Belə hesab edirəm ki, bu seçkilərdə ikinci tur olacaqsa, ikinci tura yalnız mən və hakimiyyət nümayəndəsi keçir. Ona görə də dəstəkləməklə bağlı sualı siz gərək Milli Şuranın nümayəndəsinə verəsiniz.